Belə bir endirim görmüsünüz? Ya da ki belə. Bundan sonra Amazon sizi belə endirimlərlə aldada bilməyəcək. Çünki bir sayt göstərəcəm sizə. Həmin sayta məhsulu əlavə eləyəndən sonra onun həqiqi endirim olub-olmadığını görəcəksiniz. Gəlin başlayaq. Məhsulumuz budur. Göstərir ki, 24 dollar 99 sentə düşüb 35 dollardan təxmini. Kopyalayırıq. Həmin saytı açırıq və sayta yükləyirik. Paste, axtarış veririk. Bizə göstərir ki, tarixçədən bu məhsulun hətta 19.99 dollara olan qiyməti də olub. Deməli, bu əsl endirim deyil. Gəlin bir başqasına baxaq. 237 dollara düşüb 280 dollardan. Görək bu həqiqətənmi bu qiymətdən düşüb, yoxsa bizi aldadırlar. Bəli, bu məhsulun isə görürük ki, 237 dollar bu günə qədər olmuş ən aşağı qiymətidir. Yəni həqiqətən də bu əsl endirimdir. Burada biz məhsulun son 1 illik qiymət tarixçəsini görə bilirik. Əgər deyirsinizsə ki, əlavə bir sayta daxil olmaq istəmirəm, elə həmin pəncərədən məhsulun özündən görə bilim. Bu da mümkündür. Həm Safari, həm Chrome üçün bir brauzer əlavəmiz var. Həmin brauzer əlavəsini yükləyirik. Ondan sonra məhsulun pəncərəsində yuxarıda bu dəvə şəkli görəcəyik. Dəvəyə klik edirik və bizə məhsulun qiymətinin dəyişməsini aylar üzrə göstərir. Hətta bununla da bitmir. Biz bura hədəf qiymət qoya bilərik. Məsələn, 150 dollar. Save düyməsini klik edəndən sonra nə vaxt bu qiymət 150 dollara enir, bizə bu barədə bildiriş daxil olur. Deməli, bu ancaq çalışırdı Amazonda. Biri də var məndə. O həm Amazon, həm də eBay, AliExpress və digər saytlarda da çalışır. Onu da paylaşacağam. İzləmədə qalın.